كما أخذنا منذ بداية السنة الدراسية في دراسة تاريخ بعض الأديان العالمية. İndi tərcümə eləyək. Demək biz, burada əxaznə, burada var, biz var, biz. İndi dərs ilinin başlanmasından bəri neynədik? Bəzi dünyəvi dinlərin tarixini də öyrənməyə başladıq. İndi təhlil aparaq. Kəmə burada həmçinindir, dadə, bağlayıcıdır. Əxaznə, bu əxəzə fiilindən əmələ gəlib. Əxəznə, biz başladıq. Birinci şəxsdədir, həm kişi və həm qadın cinsindədir. Əxəzə fiili fi ön qoşması ilə işlənir. Bu fi ön qoşması da vasitəli tamamlığın önünə keçəcək. Artıq biz biləcəyik ki, fiildən sonra gələn bu tamamlıq vasitəli tamamlıqdır. İndi munzu bu zərfi ön qoşmadır. Dandan bəri deməkdir. Bidayəti sənəti dirasiyyəti. Bizdə bu olacaq nə? Qarışıq təyini söz birləşməsi. Burada həm sifət, həm isim iştirak edir. Bidayəti burada isimdir. Əs-sənəti isim. Amma dirasiyyətin burada nədir? Nisbi sifətdir. Demək, biz bununla bilirik ki, bu qarışıq təyini söz birləşməsidir. Fi, ön qoşma, dirasəti tarixi bə'dil ədyənil aləmiyyəti. Bu da bizdə olacaq qarışıq təyini söz birləşməsi. Çünki burada isim və sifət iştirak edir. Aləmiyyəti gördüyünüz kimi bu nədir? Bizdə nisbi sifətdir. Demək, fi, dadə, əxəzə fiili ilə işlənir. Fi, demək, tamamlığın önünə keçəcək. Dirasəti, burada qarışıq təyini söz birləşməsinin təyinlənən tərəfi. Tarixi, burada təyindir. Bə'dil, burada ön qoşmadır. Bə'di, ədyənil aləmiyyəti. Ədyən, din sözünün cəmidir. Aləmiyyəti isə nə deməkdir? Dünyəvi deməkdir.